Ahmet, belə, ilk elə başlayaq milli komandadan. Millətlər Liqasına hazırlaşan milli komandamız Avstriyada təlim-məşq toplanışındadır. Bəli. Və oyunlarını Macaristanda keçirir. İlk oyun artıq arxada qaldı Malta millisinə. Komandamız 0-2 hesabı ilə məğlub oldu. Hər nə qədər yoxlama oyunu desək də, sınaq matçı desək də, istənilən halda məğlubiyyət futbolda məğlubiyyətdir. Artıq Malta ilə də bacarmırıq. Maltaya da məğlub oluruq. Artıq son illərdə bu ikinci məğlubiyyətimizdir. Can Devyazinin dönəmində də Malta millisinə yığmamız məğlub olmuşdu. Deyəcək nələr var? Sözün açığı deyəcək əslində deyəcəklərimiz həddindən artıq çox ola bilər. Sadəcə proqramımızın müəyyən bir vaxtı var. O vaxta görə məncə ən önəmli məsələlərə toxunmaq lazımdır. Düzdür, Maltaya məğlub olduq, amma yəqin ki oyuna baxsaq, oyundakı üstünlüyümüzün kifayət qədər nəzərə çarpan üstünlüyü olduğunu yəqin ki boynumuza almalıyıq ki, komandanın inanılmaz qol vəziyyətləri var idi. Xüsusilə ikinci yarı. Xüsusilə ikinci yarı və belə deyək də, Azərbaycan millisinin biz hansısa oyunlarda, bundan əvvəlki oyunlarda bu qədər epizoda girdiyini xatırlamaq çətindir. Bu baxımından komanda ümid verdi gələcəklə bağlı ki, həqiqətən də epizod baxımından çox üstün idik. Amma digər ki, futbolda tək bir şey var, o da nəticə. Yəni, sən də qeyd elədin, Maltanı millimiz, yenə deyirəm ki, şans qətiyyən bizim tərəfdə deyildi, inanılmaz 2-3 metrdən yararlanan bilmədiyimiz epizodlar var idi, 2 gol vurduq, sayılmadı. Məncə, bizən, gəl belə deyim də sənə, gəl mövzuya biraz başqa tərəfdən baxaq. Buyur. Tutalım ki, bugün Maltanı məğlub eləmək bizim milliyə nə verəcəkdi? Ciddi mənada Heç bir şey. Düzdür? Bax, biz əslində çox səhv tərəfdən baxırıq məsələlərə. Bəzən o futbolla bağlı, məsəl üçün, harasa gedirsən, dərhal hamı başlayır futboldan danışmağa. Futbol elə bir idman növüdür ki, yəni, məsəl üçün, sən heç görmüsən ki, hansısa məclisdə şahmatdan danışsınlar ki, piyada belə getdi, şah bura düşdü, nə bilim nə. Çünki insanların o anlayışı yoxdur onunla bağlı. Və yaxud da, məsəl üçün, tutaq ki, dünyada futboldan sonra ən məşhur idman növlərindən biri basketboldur. Düzdür? Məsəl üçün, tək insanlardan danış, gör neçə nəfərin basketbolla bağlı dərin düşüncələri var. Bəlkə də çox aşağıda, yəni yox kimi bir şeydir. Amma futbol elə bir şeydir ki, futbolla bağlı hər kəsin bir düşüncəsi var, bir ən azından məsəl üçün, taksi sürən də, maliyyar işləyən də, nə bilim, çayxanada çayçı işləyən də, hamının bir fikri var. Düzdür? Yəni, biz futbol ictimaiyyəti olaraq, futbol o camiası var Azərbaycanda. Məsəl üçün, mən yüzlərlə müşahidə eləmişəm. Valla o çayxanada o Əli dayı ilə, Vəli dayı ilə danışdığı söhbətlərlə futbolun içində olan insanların söhbətlərinin arasında fərq yoxdur. Yəni, onlar da eyni şeyləri danışır. O Əli dayı, Vəli dayı da eyni şeyi danışır. Yəni, burada, bax indi, hara gətirəcəm sözümü? Bax, biz bu günləri Maltanı məğlub eləmişik, tutalım ki, və yaxud da məğlub olduq. Məğlub eləsəydik, o milli komanda üçün, yəni əhval-ruhiyyə baxımından, məncə, ola bilərdi ki, əhval-ruhiyyəmiz daha yaxşı olardı. Amma bizim üçün ən önəmli olan, məncə, elə oyun idi. Hansı ki, komanda gələcək, o artıq ən aşağı liqadayıq da, biz D liqasındayıq. Yəni, onun üçün
aşağı yuxarı rəqiblərimiz də elə Malta səviyyəsində komandalardır. Yəni onlarla artıq nə cür oynayacağıq, hansı futbolçularla oynayacaqlar, yəni məşqçinin fikrində necə bir oyun var, hansı futbolçularla davam edəcək. Yəni bunları nəzərdən keçirmək baxımından önəmli bir şeydir.